Evet. Hemen. Qapay müəllim, çox sağ olun ki, bugünkü bu anım mərasimi üçün qurulan stolu təşkil eləmişsiniz. Çok sağ olun. Bugün cəsur komandirimiz haqda danışmaqla yanaşı bütün şəhidlərimizi anım günü kimi mən qeyd etmək istəyirəm. O baxımdan da bizim hər birimizin müqəddəs borcumuzdur ki, belə tədbirlərdə iştirak edəcək. Yəni, mən də sizin fikirlərinizə qoşularaq hər bir şəhidimizin təbii ki, millətimiz arasında böyük nüfuz və yadda qalan bir hərəkətləri, əməlləri olur. O baxımdan da komandirimizin bugün bu anım mərasimi üçün toplaşmışıq. Biz də bir Ağdamlı olaraq bütün şəhidlərimizə rəhmət diləyirik. Və bizim də xahişimiz Cənab Prezidentdən budur ki, hər kəsə layiq olan ada indiyənə qədər lazım olan sərəncamları verilir. Xahiş edərdik ki, bizim cəsur komandirimizin də öz adına layiq olan bir ada biz görmək istəyirik. Yəni o adı, sərəncamını biz gözləyirik. Xahiş edirik biz də bir Ağdamlı olaraq, bir Qarabağlı olaraq. Çok sağ olun. Allah kimlerine olsun. Sağ olun. Allah rəhmət etsin. Sağ olun. Sizə də söz verilir ki, onun bir qəzetində baş redaktor, Xatırqanın qəzeti. Mən hansı, nə əziyyət olursa, onu mən öz boynuma götürürəm. Əbilov Hüdar Hüseynoğlu kimi. Onun inandığı 3 nəfərin, biri mən olan insan kimi. Mən onu çatdırmağa sizə söz verirəm ki, özümə dost bilirəm. Səfai Əliyevlə çalışacağıq ki, ona layıq olan o adı o versin, özü də yenə deyirəm. Özü də bir evladı tərəfindən, özü tərəfindən qeyd olunsun ki, bütün Ağdamlılara bu sevinci biz bəxş eləməyi özümüzə borcluyuz. İnşallah. Allah sizə də dəyməsin, sizə də təşəkkür edirəm ki, siz həmişə bizim şəhidlərimizlə, qazilərimizlə maraqlanırsınız. Həmişə əlinizdən gələn bütün nə gəlirsə əlinizdən özünüzə xas olan kimi onlara hörmət eləyirsiniz. Ona da görə sizə təşəkkür edirəm. Sağ olun. Biz də sizə təşəkkür Allah edirik. kəməyiniz olsun. Siz də bir asla kalkın. Baş redaktör olarak Allah tutanınızı ısrar edersin. Siz güzel çıkışlar edirsiniz. Həmişə şəhid anaların, şəhid ataların yanında olursunuz. Hər an sizləri izləyirik. Allah sizin kimi dövlət məmurlarına, baş redaktörlərine deyilmesin. Allah köməyiniz olsun. Sağ olun. Siz həmişə vurğulmuşsunuz şəhid anaların, şəhid ataların yanında həmişə varsınız. Allah köməyiniz olsun. O bizim borcumuzdur, o bizim necə deyim, bir millət olaraq, bir insan olaraq həmişə borcumuz. Allah köməyiniz olsun. Allah rəhmət eləsin bütün şəhidlər. Allah rəhmət eylesin. Hemşerim. Ölənlər də rəhmət. Sağ olun. Ölənlər, Allah köməyiniz. Sizə əziyyət Ölənlər. çəkdirəm. Siz qəmdənlər. Allah köməyiniz olsun. Ya bu mavi özüme